Kanalımıza salam dostlar. Biz bugün sizinle düzelttiğimiz PAM 8403 modulu ile hazırladığım ses ucaldıcının bir böyük versiyasını düzəldəcəyik. Biz bu modulda istifadə edəcəyimiz komponentlər 2 ədəd 5 vatlıq 8 gücünə müqavimət sağlayan 2 ədəd dinamik, 1 ədəd PAM 8403 modulu, bir ədəd telefondakı səsi modula ötürməsi üçün lazım olan Bluetooth modulu, bir ədəd də enerji üçün USB şnur. İndi çox danışmadan videoya keçək və əvvəla sizə danışmaq istədiyim bir mövzu var. Bu qulaqlıqdan çıxan bir Bluetooth moduldur. Bunun üzərində bir ədəd barmaq ilə işləyən sensor var idi. Onu çıxarıb yerinə bir ədəd naqil taxıb, bunu da GND, yəni mənfiyə dəydirəndə bu modul avtomatik olaraq işləyəcək. Dostlar, burada GND şunlu bir qopduğu üçün baxın, burada yol yoxdur, yəni qopdu naqilin üstə qaldı. Bu bir modulda bütün GND xəttləri bir yerə bitişmiş olur. Ona görə batareyadan gələn qara, yəni GND-ni 5 volt enerji GND-sinə və düymədən gələn yerə lehimləyəcəyəm. İndi bu lehim işlərini görüb gəlirəm. Dostlar, biz burada iki əsas məqama barmaq basaq. O birisi videomda da demişdim. Ağ müsbətdir, göy isə mənfi, GND yəni. Siz bunları bilmirsinizsə, burada bu barmağımla işarələdiyim yerdə müsbət, mənfi, GND hamısını deyir. Yəqin ki, qırmızı ilə qaranın mənfi, müsbət olduğunu da bilirsiniz. İndi bizim bu PAM 8403 modulunda aşağıda light, right, bir də GND. Burada ağı right'a, göyü isə GND-yə, yəni mənfiyə bağlayacağıq. 5 voltu isə burada müsbətə, mənfiyə bağlayıb gəlirəm. Dostlar, burada səs girişlərini etdim. İndi bura 5 volt və bu modulun ikincisini burada left və GND-yə bağlayıb gəldim. Dostlar, deyəsən mən bu iki dinamiki işlədə bilməyəcəyəm. Bu dinamiklərin birinə əlvəda eləməliyik. Çünki mənim burada istifadə eləyəcəyim modul sadəcə right'a giriş eləmişəm. Yəni bu qulaqlıq right'a və GND-yə giriş eləmişəm. Dostlar, indi bura 5 volt girişi edək. Bəli, burada naqilləri çıxartdıq. İndi bu naqilləri bu müsbət, bu mənfi olaraq buradakı qara, mənfi, qırmızı, müsbət naqillərə bunu bağlayaq. Bu naqili bura, bu naqili isə bura bağlayacaq. Bunları bağlayıb gəlirəm, biraz uzun vaxt. Bəli dostlar, bütün bağlantıları elədim. İndi isə bura bu dinamiki right yerinə bağlayaq və ən qorxulu yerə gələk.
bağlarıq. Bəli dostlar, indi isə dinamikimizdən gələn müsbət və mənfini bura bağlayacağıq. Bəli dostlar, indi isə ən kritik yerə gəlirik. Elektrik taxırıq. Ya Allah, bismillah. İndi isə multimetrlə test edəcəyik ki, enerji gəlir yoxsa. Bundan bir əvvəlki bölümdə təmir elədiyim multimetrlə yoxlayacağım. Multimetri bura qoyum sizdə. Bəli, enerji yoxdur. Bəli dostlar, biz səs saldıcını düzəltdik, amma bir yerində problem var. Yəni işləmir. Bu video 2 hissədən ibarət olacaq. Bu birinci hissədir, ikinci hissəni isə sabahlarım paylaşacağım. Sağ olun, salamat qalın, takib atın, bəyənin. Sağ olun, görüşənədək.